Salam mərkəzə test toplusu 2025-ci il 1-ci hissə elektrolizayt hesablamalar bölməsindən testlərin izahına baxırıq. Birinci sualda deyir ki, 200 qram mis sulfatın suda məhlulunun tam elektrolizi nəticəsində 12,8 qram mis alınmışdır. İlkin məhlulda miski sulfatın kütlə payını hesablayın. Ümumiyyətlə, elektroliz məsələlərini həll etdikdə ilk öncə elektrolizini yazmalıyıq. Nəyin adını çəkirsə, miski sulfat deyir. Mis 2 sulfatın suda məhlulun elektrolizi deyirsə, gəlin yazaq. Biz bilirik ki, buradan alınacaq mis plus oksigen plus H2SO4. Reaksiyanızı təni ilə əmsallaşdıraq. Əmsallaşdırmaq üçün ilk növbədə dərhal suyun qarşısına 2 yazın. Rahat əmsallaşdırmaq üçün. 2, 2, 4 yazıram bura. 2, 4, 2, 2 və salam əmsallaşdı tənliyimiz. İndi nə deyir? Deyir ki, 12,8 qram mis alınmışdır. Bizim tənliyimizə görə 2 vur 64, 128 qram mis alınıb. Bu zaman nəyi soruşur bizdən? İlkin məhlulda miski sulfatın kütlə payını. Kütlə payını hesablamaq üçün biz miski sulfatın qramını tapmalıyıq ki, onun kütlə payını tapa bilək də, düzdürmü? Bunun üçün 128 qram daxil olanda 2 vur 160, 320 qram miski sulfat reaksiya daxil olub. Bəs 12,8 qram mis alınanda nə qədər miski sulfat daxil olar? Tənasüblə tapıram ki, 32 qram miski sulfat daxil olar. Məhlulumuz nə qədərdir? 200 qram. Kütlə payını gəlin rahat tapaq. Miski sulfat bərabərdir. Məhlul 200-dür. Orada həll olan miski sulfatın qramı 32 qramdır. Vur 100. Bu da bərabərdir. 16% edər. Birinci sualda eləyəcək cavab C variantı. İkinci sualda deyir ki, natrium kloridin suda məhlulunu elektroliz etdikdə 5,6 litr hidrogen. Bunun üçün əvvəlcə natrium klorid dediyinə görə natrium kloridin suda məhlulunun elektrolizini yazıram. H2 plus xlor 2 çıxacaq. Bildiyimiz kimi məhlulda qalacaq qələbi. Dərhal suyun qarşısına 2 yazıram. 2, 2, 4. 2 yazıram. 4 oldu. 2 və salam əmsallaşdı tənliyimiz. İndi deyir 5,6 litr hidrogen alınmışdırsa, nə deyir onu yazıram. 5,6 litr hidrogen alınmışdırsa, məhlulda əmələ gələn natrium hidroksidin. Görək nə qədər natrium hidroksid əmələ gəlib. X. Hansı ki 22,4 litr hidrogen daxil olanda 2 vur 48, 80 qram qələbə alınmışdır. Buradan da tənasüblə tapıram ki, 20 qram da buradan qələbə alınmış olar. İndi davam edirik testi. Deyir ki, natrium hidroksid neçə qram H xlorla neytrallaşdırmaq olar? Tənliyi yazıram. Natrium hidroksid plus H xlor neytrallaşma reaksiyası natri xlor plus su. Gördüyümüz kimi əmsallar bərabərdir. Birin birə nisbətində neytrallaşma gedir. İndi bizdə 1 mol, yəni qələbi natrium hidroksid elə 40 qram deməkdir. 40 qram qələbi natrium hidroksid qramla dediyinə görə qramla işləyəcəm. 36,5 qram xlorid turşusu ilə reaksiyaya girər. Bəs 20 qram nə qədərlə girər? Tənasüblə buradan da tapıram ki, 18,125 qram da buradan H xlor reaksiyaya daxil olacaq. 2-də olur cavab C variantı. 3-də deyir ki, 6,4 qram mis almaq üçün neçə qram 32% mis sulfat məhlulu elektroliz olunmalıdır? Miski sulfat məhlulunun elektrolizi. Miski sulfat plus su məhlulunun yazıram. Mis alınır plus oksigen plus H2SO4. Suyun qarşısına 2 yazacağım. 4, 2, 2, 4, 2, 2 və salam əmsallaşdı tənliyimiz. İndi nə deyir? Deyir ki, 6,4 qram mis almaq üçün neçə qram bizə miski sulfat lazımdır da, faizini sonra diqqət eləyərik. Baxın, bizdə nə qədər? 2 vur 64, 128 qram mis alınıbdır. Nə istəyir miski sulfatı? 2 vur 160, 320 qram, yəni miski sulfat daxil olub. Bəs 6,4 qram alınanda nə qədər daxil olar miski sulfat? Buradan da tənasüblə tapacağım ki, yarısı olsa bunun 160, 10 dəfə də azaldıram. 16 qram tənasüblə tapıram ki, 16 qramda miski sulfat buradan alınır. Hansı ki, faizi 32%'dir. Baxın, 32%'də mən 0-dan %32 rahat hesablanmaq üçün bu şəkildə yazıram. Məhlulumuz, M məhlulun kütləsini zaten soruşur bizdən. Həll olanımızın miski sulfatın kütləsini 16 tapmışam. Buradan da 16-nı böləcəm 0,32-yə. Bu da eləyir. M məhlulumuzun kütləsi bərabər olacaq 50 qram. Cavab eləyir. 3-cü sualda Y variantı.
Dördüncü sualda deyir ki, miski nitrat məhlulunun elektrolizi zamanı katodda 16 qram miski nitrat deyir. Baxın yazıram. Miski nitrat məhlulunun elektrolizi alınır. Mis, pirus, oksigen alınır. HNO3 məhlulda turşu qalır. 2 yazıram. 2, 2, 4. 4 yazıram. 4 olması üçün 2, buradan da 2 və sıram əmsallaşdı tənliyimiz. Katodda 16 qram metal alınmışdırsa, katodda baxın, bu katoddadır, bu anoddadır da. Mən bunu hər dəfə yazmıram, yəni bunu bilirik ki, katodda metal alınmışdır. Nə qədər? 16 qram. Baxın, 16 qram alınanda nə qədər anodda hansı qazdan və neçə qram x qram, hansı ki 2,64, 128 qramdan normal şərait istədiyinə görə 22,4 litr oksigen alınmışdır. Bəs 16 qramla nə qədər alınır? Buradan tapıram ki 16 vurulsun 22,4 bölürəm 128-ə. Bu da eləyir 2,8 deməli litr nə? Oksigen qazı. Cavab olur 2,8 litr oksigen. Cavab eləyir 4-də D variantı. 5-ci sualda deyir ki, gümüş nitrat məhlulunun elektrolizi zamanı katodda 21,6 qram metal alınıb. Gümüş nitratın elektrolizini yazsaq əgər, su alınır, metal alınacaq, plus oksigen, plus HNO3 məhlulda qalır. 2, 2, 4, 4, buradan da 4 yazacağım, gümüş də olacaq 4 mol. Əssalam. Deyir ki, katodda 21,6 qram metal alınmışdı. Katodumuz hanı? Baxın, katod buradır da. 21,6 qram metal alınıb. Anodda neçə litr qaz alınır? X bərabərdir, bunu tapacağım. Hansı ki, 4 vur 108, birbaşa yazaq. 4 vur 108 bölür 432 qram. 432 qram gümüş reaksiya girəndə 22,4 litr oksigen alınıb. Gözüm görür ki, burada. Aha, buradan da tənasüblə tapacağım ki, deməli 21,6-nı vururam 22,4-ə, bölürəm 432-yə. Bu da eləyir 1,12 litr oksigen qazı alınır. Hansı ki, bizdən anodda neçə litr qaz ayrıldığını istəyirdi. 1,12 litr cavab olacaq 5-də A variantı. Gümüş bir nitrat məhlulunun elektrolizində 5 onda yenə həmin reaksiyadır. Ona görə də heç mən burada reaksiyanı, deməli, elə bu həmin reaksiyamızın üzərində işləyəcəm. Deyir ki, gümüş nitratın deməli, məhlulunun elektrolizinə 5,6 litr oksigen qazı ayrılmışdırsa, indi oksigenin aşağısından yazıram. 5,6 litr oksigen alınmışdırsa, neçə qram metal alınır? X qram metal. Hansı ki, tənliyə görə 22,4 litr oksigen qazı ayrılanda qramla desək 432 qram, yəni 4,8. 432 qram gümüş alınmışdır, metal alınmışdır. Buradan da tənasüblə tapıram ki, 432 vur 5,6 bölürəm 22,4-ə. Bu da eləyir 108 qram. Cavab eləyir 6-da A variantı. 7-ci sualda deyir ki, natrium hidroksidinin məhlulunun elektrolizi zamanı anodda 30 ml qaz ayrılıb. Natrium hidroksidinin ümumiyyətlə suda məhlulunun elektrolizi zamanı uşağa bunu yazmağa ehtiyac, yəni burada elektrolizi qələblərinin suda məhlulunun elektrolizi zamanı elektrolizə uğrayan su olacaqdır. Su olacaq. Suyun da elektrolizi bildiyimiz kimi bu şəkildə yazacağıq. Yəni deyir ki, anodda 30 ml qaz ayrılıb. Bu katoddadır bildiyimiz kimi, oksigen də anodda alınıb. 30 ml anodda qaz ayrılıb. Baxın, anod aşağısından yazıram 30 ml qaza. Katodda nə qədər qaz ayrılar? X bərabərdir. Hansı ki, normal şərait dediyinə görə 22,4 litr oksigen qazı ayrılanda 44,8 litr hidrogen qazı alınmışdır. Buradan da tapırıq ki, ixtisar 1, 2, 32-yə vururam 60 litr. Cavab eləyəcək 7-ci sualda C variantı. Kalium sulfatın suda məhlulunun elektrolizi zamanı katodda. Bax, yenə eynən kalium sulfatın məhlulunun elektrolizi zamanı aktiv metalın oksigeni turşusunun duzudur. Bu zaman duz olduğu kimi məhlulda qalacaq. Elektrolizi quruyan bilirik ki, nədir burada? Sudur. Sudan da alınacaq H2O2. Tənliyi əmsallaşdırıram. Deməli, deyir ki, 15 ml qaz ayrılıb harda? Katodda. Katod burada da bilirik, katoddur, bu da anoddur. Katodda 15 ml qaz ayrılıb, anodda ayrılan
neçə milli qaz ayırırlar? X bərabər hansı ki 44,8 litr hidrogen alınanda 22,4 litr burada oksigen ayrılıb. İxtisar eləyəcəm. 1, 2, 15-i də 2-yə böləndə 7,5 deməli oksigen qazı olacaq. 8-də eləyir cavab B variantı. 9-cu suala deyir ki, 400 qram 20% mis sulfat məhlulunun tam elektroliz zamanı katodda neçə qram mis ayrılar? Mis sulfat məhlulunun elektrolizi lazımdır bizə. Mis sulfat məhlulu dediyinə görə yazdım. Mis plus oksigen plus H2SO4 və salam 2 yazıram, atıram. 2 zaman və salam. Əmsallaşdı tənliyimiz. İndi 400 qram 20%li deyir. Aha, yazıram. Nə qədərdir gəlin görək bu. Bu eləyir 80 qram miski sulfatımız var bizim. Düzdürmü? İndi katodda neçə qram mis ayrılar deyir. Bu katoddur, bu da anoddur da. Düzdürmü? 2 vur 64, 128 qram katodda mis metalı alınmışdır. Nə qədər? 2 vur 160, 320 qram miski sulfat elektrolizi uğrayanda. Bəs bizim 80 qram tapmışıq da, 400 qram 20%li. 80 qram miski sulfat elektrolizə uğrayanda gəlin görək nə qədər metal alınar. Tənasüblə buradan tapacağım ki 128-i vururam 80-ə, bölürəm 320-yə. Bu da eləyir 32 qram. Cavab eləyir 9-cu sualda B variantı. 10-cu sualda deyir ki, natrium xlor məhlulunun elektrolizindən söhbət gedir. Natrium xlorid məhlulunun elektrolizindən alınmış xlorun hamısı. Natrium xlorid məhlulunun elektrolizində gəlin görək əvvəlcə nə alınacaq? Alınır hidrogen plus xlor plus qələvi. Düzdürmü? Əmsallaşdırırıq. 2, 2, 4, 2, 4, 2 və salam əmsallaşdı. Deyir ki, alınan xlorun hamısı, bax bu. 5,6 qram dəmirlə. Gəlin dəmirlə xlorun reaksiyasını yazaq. Biz bilirik ki, dəmir xlorla dəmir 3 xlorid verəcək. Əmsallaşdırıram tənliyi. İndi deyir ki, alınan xlor cəmi burada 5,6 qram dəmirlə reaksiyaya girir. Alınan xlor. Hansı ki, tənliyimizə görə 56 vur 2, 112 qram dəmir, neçə mol? 3 mol xlorla reaksiyaya girir. İndi gəlin görək bu 5,6 qram dəmirlə reaksiyaya girən xlor nə qədər imiş ki? Bunun üçün 5,6-nı vururam 3-ə, bölürəm 112-yə. Bu da eləyir 0,15 mol. 0,15 mol demək ki, buradan xlor alınıbdır. İndi deməli, hansı ki, reaksiya daxil olub tamamilə. Elektroliz zamanı neçə qram qələvə alınmışdır. Deməli, deyir. İndi bu qələvini soruşur bizdən. Bax, 1 mol xlor alınanda 2 vur 40, 80 qram qələvə alınır. 0,15 mol alınanda nə qədər alınar? 0,15 molu vuracam buradan 80-ə. Bu da eləyir 12 qram qələvə alınacaq. Cavab eləyir D variantı. 11-də deyir ki, kalsium xlorid duzu ərintisinin elektrolizi zamanı. Baxın, kalsium xloridi yazıram indi. Kalsium xlorid söhbət duzunun ərintisindən getdiyinə görə kalsium üstə gəlsə xlor yazacağam və salam. Deyir, elektroliz nəticəsində alınan xlorun hamısı 112 qram dəmirlə. Yenə dəmirlə xlorun reaksiyasını yazacağam, alınacaq dəmir 3 xlorid. 2, 3, 6, 3, 2, 6, 2. Alınan deməli 112 qram dəmirlə reaksiyaya girir. 112 qram dəmirlə zaten tənliyə görə də 112 qram reaksiyaya girir. Burada tənliyə görə də elə belədir. Deməli, alınan xlor 3 mol xlor reaksiyaya girir. 3 mol. Və elektroliz zamanı neçə qram kalsium alınmışdır? Baxırıq, 40 qram kalsium alınanda 1 mol xlor alınır elektrolizdən. Bəs əgər 3 mol xlor alınarsa nə qədər kalsium alınar buradan? X bərabər tənasüblə tapıram ki, 120 qram kalsium alınar. Bu da eləyir cavab 11-ci sualda A variantı. 12-də deyir ki, miski xlorid məhlulunun elektroliz zamanı anodda qaz ayrılıb, katodda hansı maddə? Miski xloriddən gedir söhbət. Miski xlorid məhlulundan gedir. Su alınır.
nə alınacaq? Mis, plus bildiyimiz kimi xlor, plus su. Burada isə uşaqlar gördüyümüz kimi söhbət nədən gedir? Duzun elektrolizindən gedir. Baxın, görürsünüz duzun elektrolizi. Yəni burada su olduğu kimi necə var? Su qalır. Elektrolizə uğrayan duzdur. 0,56 litr qaz ayrılıb. Harda? Anodda. Baxın, bu katoddadır, bu da anoddadır da bildiyimiz kimi. İndi 0,56 ayrılan anoddadır. 0,56 litr anodda qaz ayrılıb. Katodda hansı maddədən neçə qram? Katodda zaten mis metalıdır. Amma neçə qram indi onu tapacağıq. Hansı ki 22,4 litr burada xlor reaksiya girəndə hansı ki 22,4 litr girib neçə qramla 64 qram mis alınıbdır. Və salam. Buradan da tənasüb nə tapacağıq? 0,56 vurulsun 64 bölürəm 22,4-ə. Bu da eləyir 1,6 qram mis. Bizdən də cavabda elə mis metalı onu soruşurdu. 1,6 qram mis 12-də olacaq cavab C variantı. Kalsium xloridin deməli suda məhlulunun elektrolizi görürsünüz. Kalsium suda məhlulun deyir artıq. Ona görə kalsium xloridin suda məhlulunun elektrolizini yazacağım. Alınır. Kalsiumun əvəzinə bilirik ki, burada hidrogen plus xlor plus kalsium hidroksidlə məhlulda alınacaq. Əmsallaşdıraq tənliyi 2, 2, 4, 4, 2 və salam düzəldi. Aha, indi baxırıq ki, burada bizdən nə istəyir? Kalsium xloridin suda məhlulun elektrolizindən. Anodda 33,6 xlor qazı ayrılıb. Anod budur da, 33,6 litr xlor qazı ayrılıb. Katodda ayrılan maddəni və onun kütləsini. Katodda ayrılan maddə zaten hidrogendir, bunu bilirik. Hidrogendir. Bunun kütləsini tapacağıq buradan x qram. Hansı ki 22,4 litr anodda xlor alınanda 2 qram hidrogen alınır. Yəni qramla istədiyinə görə kütlə deyir. Kütləsindən hesablayacağıq. Buradan da 1, 1,5, 1,5-i də 2-yə vuranda görürəm ki, tapıram ki 3 qram hidrogen alınır. Cavab eləyir B variantı. 14-cü sualda kalium xloridin elektrolizindən burada artıq kalium xlorid deyir. Kalium xloridin elektrolizinin məhlulunu yazacağım. Alınacaq burada hidrogen plus xlor, hidrogen plus xlor və məhlulda da qələvi alınacaq. Əmsallaşdırmaq üçün 2-ni yazıram 4, 2, 2 bu şəkildə. Deməli, katodda 5,6 litr hidrogen ayrılıb. Katodumuz budur, 5,6 litr hidrogen. Anodda hansı qaz? Zaten xlor qazıdır, onu bilirik. Ona görə də baxın, xlor qazı olduğuna görə bu getdi cavab variantları. Xlor qazı və hansı həcmdə ayrılar? Hansı ki 22,4 litr hidrogen ayrılanda həcm dediyinə görə normal şəraitdə 22,4 litr xlor qazı ayrılmışdır. Elə 5,6 litrdən də 5,6 litr xlor qazı ayrılacaq. Cavab eləyir 14-də A variantı. 15-ci sualla davam edirik. 15-də deyir ki, natrium sulfat məhlulundan söhbət gedir. Baxın, yazıram natrium sulfatı, gözümüz görsün. Artıq bunu yazmağa ehtiyac bilmirəm. Çünki natrium sulfatın bilirik ki, aktiv metalın oksigenli turşusunun duz olduğuna görə bunlar zamanı ancaq su elektrolizi uğrayacaq. Duz olduğu kimi məhlulda qalacaqdır. Deməli, 560 litr oksigen ayrılıb suyun elektrolizindən. Su elektrolizə uğrayırsa H2 plus O2-yə əmsallaşdıraq. Deməli 560 litr oksigen alınıb. Bu zaman neçə qram su parçalanıb deyir. Baxırıq ki, burada normal şərait dediyinə görə oksigen 22,4 litrdir, düzdürmü? Bu zaman 36 qram baxın su elektrolizə uğrayıb. Bəs 560 litr oksigen alınarsa nə qədər neçə qram su elektrolizə uğrayıb? Buradan x ilə tapacağam. Deməli 560-ı vururam 36-ya, bölürəm 22,4-ə. Bu da eləyir 900 qram. Deməli 9 qram su elektrolizə uğramışdı. 15-də olur cavab D variantı. 16-da deyir ki, kalium xloridin suda məhlulunun elektrolizi zamanı 11,2 kiloqram kalium hidroksid əmələ ayrılan qazın. Kalium xlorid dediyinə görə kalium xloridin suda məhlulu deyir. Alınacaq yenə hidrogen plus xlor
plus kalium hidroksid 2 2 atıram bura. Bu şəkildə əmsallaşdı tənliyimiz. 11,2 kiloqram kalium hidroksid əmələ gəlir. Ayrılan qazın ümumi həcmini hesablayın deyir. Deməli, elə zaten burada baxıram ki 2 moldur. 112 litr, deməli 112 qram daha doğrusu qələbə alınmışdır. Bu zaman bizdən nə istəyir? Qazların ümumi həcmini. Ayrılan qazların ümumi həcmi bir həcm, bir həcm, 2 həcmdə. Yəni 44,8 normal şəraitdə litr qaz ayrılıb ümumən. Elə bizdən də zaten yox 11,2 11,2 qramından isə 10 dəfə azaldacağam. Tənasüblə buradan tapıram ki 4,48 litr ümumən qaz ayrılacaq. Cavab eləyir 16-da D variantı. 17-ci sualda deyir ki, maraqlı sualdır. 360 qram 45 faizli deməli, baxın, nə deyir? Kalium nitratın elektrolizini deyir. Kalium nitratın. Yenə, bax, yuxarıda qeyd etdim ki, aktiv metalın oksigen turşusunun duz olduğuna görə heç mən buna yəni baxmıram. Çünki məhlulda duz olduğu kimi qalır. Elektrolizə uğrayan nədir? Burada yalnız sudur. Suyun elektrolizi gedəcək. Yəni, işimiz ancaq bundandır. Deməli, 360 qram 45 faizli deyirsə, bölürəm 100-ə. Gəlin, görək bu nə qədər eləyir? 360 vur 45 bölürəm 100-ə. Bu eləyir 162 qram duzumuz eləyir. Deməli, bu 360 qram məhlulda 162 qram duz var imiş. Yerdə qalanı isə, yəni 198 qramı isə su imiş. Vəssalam, bax, bu bizə lazım olacaq. İndi, axırda sonda deyir ki, həllumə əmsalı 1500-dür. Nə deməkdir? Yəni, 1000 suda, məhlulda 1500 duz həll olmalıdır. Duz olur. Bu həll olma əmsalıdır, yəni normadır. Bizim duzumuz nə qədərdir? Həmin norma duz elə olduğu kimi sonda da qalacaq. Yəni 162 qram duz. Gəlin görək sonda bunun suyu nə qədərdir? Baxırıq, buradan tapıram ki 2, 3, 162-ni 162 vur 2 bölürəm 3-ə. Eləyir 108 qram su. Yəni ki 108 qram su olmalıdır bu 162 qram duza uyğun norma həllumə misalı 1500 olan doymuş məhlul alınması üçün. Sonda 162 qram duz, 108 qram da su olmalıdır. Amma bizdə 198 qram su var idi. Demək ki, bunun nə qədəri burada elektrolizə uğrayıbdır? 198 minus 108 eləyir 90 qram su elektrolizə uğrayıb yox olub, çıxıb gedib buradan, itib. Yəni 36 qram sudan bizdən baxın yuxarıda hidrogenin həcmini yazıb qrafikdə. Ona görə hidrogenlə işləyəcəm. 44,8 litr hidrogen ayrılarsa 90 qram sudan neçə litr? Buradan tapacağım 90 vur 44,8 bölünsün 36. Bu da eləyir 112 litr hidrogen alınmalıdır. 112. Baxın 112 gözümüz görür ki T qrafikdə T nöqtəsinə uyğun olur. Ona görə də 17-də olur. Cavab yalnız T A variantı. 18-ci sualda deyir ki, natrium sulfat məhlulunun elektrolizindən anodda 4 mol. Neylə? Natrium sulfat məhlulunun elektrolizi deyirsə, bu mənə lazım deyil. Yəni, olduğu kimi qalacaq. Suyun elektrolizini yazıram. Plus oksigen bu şəkildə. Anodda deyir ki, 4 mol qaz ayrılıb. Anod haradır? Bura katoddur, burada anoddur da. 4 mol qaz ayrılıb. Elektroliz zamanı elektrodlarda cəmi nə qədər? Hansı ki, 1 mol oksigen alınanda, ümumən 3 mol, 1 mol alınanda ümumən 3 mol qaz ayrılır. Ümumən. Bəs anodda 4 mol oksigen alınanda nə qədər? 12 mol ümumən qaz ayrılar. Cavab eləyəcək 18-də 12. 19-cu sualda deyir ki, gümüş nitrat yazıram. Suda məhlulunun elektrolizini yazanda alınacaq gümüş plus oksigen plus HNO3 əmsallaşdırıram. 2 2 4 eləyir 4, NO2 4 yazıram, burada 4 yazacağam və s. əmsallaşdı. Kütlə, yuxarı baxıram ki, kütlənin müqayisəsini lazımdır bizə. Baxın, indi 4 vur, gümüş 108-dir də. 108-i 4-ə vuranda bu eləyir 432 qram.
Bu eləyir 32 qram. Nitrat turşusu üçün deməli hesablayırıq. Bu eləyir 4 vur 63, 4 vur 63, deməli 4 vur 63. Bu da eləyir 252 qram. Yəni ən yüksək yuxarıda duran, baxın, ən yüksək yuxarıda duran Z-dir. Ən yüksək kütlə də burada Z gümüşə uyğundur. Ondan sonra ortadakı kütlə Y-dir. Ortadakı kütlə bizim nitrat turşusudur. Ən aşağı kütləyə malik 32, yəni X-ə uyğun oksigendir. Gəlin cavablandıraq. Birinci deyir X oksigendir. Bəli, doğrudur. İkinci deyir Y gümüşdür. Y xeyir. Gümüş deyil. Y nitrat turşusudur. 3'te deyir ki Z gümüşdür. Z bəli, tapdıq ki gümüşdür. 4'te deyir Y nitrat turşusudur. Bəli. Z oksigendir. Xeyir. Gördüyümüz kimi Z gümüşdür. Burada doğru cavab burada olur. 1, 3 və 4. 20-ci sualda deyir ki, deməli, indi mis-2 sulfat üçün çəkib eynən bu qrafiki. Yəni mis-2 sulfatın suda məhlulunu yazsaq əgər, alınacaq mis plus oksigen plus H2SO4. 2 atıram bura, əmsallaşdırmaq üçün 2, 4, 2, 2. Aha, indi yenə mis 64 2'ye vuranda 128 qram budur, 32 qram budur, 98 vur 2, 196 qram da budur. Ən yuxarıda duran, yenə kütlə ilə gedirəm, baxın kütləyə. Ən yuxarıda duran Z, ən böyük kütlə burada, baxın kimdir? Sulfat turşusuna uyğundur. Bu olacaq Z 196 qram, ən böyük içində ən böyük kütlə görürsünüz, bu da 196'da. Ona görə Z-i buna qəbul edirəm. Ortadakı sonuna ondan gələn 128 gəlir. Görürsünüz, Y-dir ortada. Yəni ən balaca kiçik kütlə də X-dir, yəni 32 uyğun kütlədir. X deyir, misdir, xeyir, səhvdir. İkinci Y oksigendir, xeyir, Y oksigen deyil. Üçüncü deyir, Z sulfat turşusudur, bəli, Z sulfat turşusu tapmışıq. Sonra 4'te deyir X oksigendir, bəli, X oksigendir. 5'te deyir Y misdir, Y mis tapmışıq, doğrudur. Doğru cavab olur 2, 4 və 5. 21-ci sualla davam edirik. 21'də deyir ki, 21 də maraqlı sualdır. Baxın, duzun suda məhlulun tam elektrolizindən alınan məhsullar. Deyir, katodda yalnız metal ionu reduksiya olunur. Diqqət eləyin. Əvvəl şərtin hamısını oxuyun, ümumi nəticəyə gələk. Katodda yalnız metal ionu reduksiya olunur. Məhlulda 1 mol bir əsaslı turşu alınır. Hər bir sözə diqqət etmək lazımdır. Anodda ayrılan qazın həcmini istəyir bizdən. Əvvəlcə deyir, katodda yalnız metal ionu reduksiya olunur. Bu nə deməkdir? Buradan bir nə qənaətə gəlirik biz? Buradan bizə aydın olur ki, bizə ipucu verir burada. Aydın olur ki, əgər yalnız metal ionu reduksiya olunubsa katodda, demək ki, bu pasiv metaldır. Pasiv metal, məsələn, tutaq ki, mis yazıram da, pasiv metaldır. Hər hansı pasiv metalı götürüb fərq eləmir. Yəni, eyni nəticə alınacaq. Mis yazıram. Məhlulda deyir 1 mol bir əsaslı turşu alınıbdır. Anodda ayrılan qazı istəyir. Məhlulda əgər turşu alınıbsa, 1 mol bir əsaslı turşu alınıbsa, hər hansı tutaq ki, məsəl üçün bunun oksigenli turşusunu məsələn yazıram, tutaq ki, bir əsaslı turşu dediyinə görə, ona görə mən yazacağım bir əsaslı turşunun qalığına NO3 yazıram, tutaq ki. Aha, məsəl üçün suyun elektrolizi yazıram. Nə deyir? Deyir ki, zaten bilirik ki, katodda mis alınacaq. Biz anodda da ayrılan qazın həcmini istəyir bizdən. Yəni anod hissəsini baxın, burada boş saxlayıram. Plus məhlulda deyir nə alınıb? 1 mol bir əsaslı turşu. Görürsünüz, həqiqətən də məhlulda 1 mol bir əsaslı HNO3 turşusu alınacaq və bu zaman bilirik ki, baxın anion hissəmizə NO3 ilə OH ilə, əgər anionların aktivli hissəsində bilirik ki, OH NO3-dən əvvəl yerləşdiyinə görə elektrolizdə OH iştirak edəcək. OH-dan da nə alınacaq? Oksigen alınacaqdır. Oksigen. Demək ki, bu X-imiz nə imiş? Oksigen imiş. Həqiqətən də gəlin bir daha yoxlayaq. Bax, katodda görürsünüz metal alındı. Katodda metal, pasiv metaldır deyə alınmışdır. Sonra məhlulda 1 mol bir əsaslı turşu. Baxın, bir əsaslı turşu və ayrılan anodda qazın həcmi oksigen. Yəni qaz oksigendir. İndi həcmini tapacağıq.
Vəssalam. İndi gəlin, yəni verilənləri düzgün tapdıq, əmsallaşdıraq. Əmsallaşdırmaq üçün dedim dərhal suyun qarşısına 2 yazırıq. 2, 2, 4, burada 4 atacağam. O zaman bura 2 yazsam, burada 2 yazmalıyam ki, reaksiya bərabərləşsin. İndi nə deyir? Deyir ki, 1 mol bir əsaslı turşu alınıbdır. Hansı ki, bizdə normalda reaksiyamıza görə 4 mol turşu alınıbdır. Anodda ayrılan qazın həcmi 1, normal şəraitdə istəyir. 22,4 litrdir. Bəs 1 mol alınanda nə qədər eləyər? 1 mol zaten tənasiblə tapıram ki, 22,4-ə 4-ə böləcəm. Bu da eləyir. Buradan tənasiblə tapıram 22,4 bölürəm 4-ə. Bu da eləyir 5,6 litr oksigen qazı ayrılacaq. X bərabərdir 5,6 litr olacaq. Deməli 22-ci sualda yenə ona oxşar sualdır. Duzun suda məhlulun tam elektrozundan alınan məhsullar. Katodda diqqət edin. Deyir, yalnız metal iyonu reduksiya olunur. Söhbət yalnız metal dediyindən görə mən tuturam ki, burada yəni yenə passiv metaldır. İstəyirsiniz bu dəfə civə mis yazmayaq, məsələn civə yazaq. Passiv metal deyir də, civə yazıram məsəl üçün. Məhlulda deyir ki, 0,5 mol 2 əsaslı turşu alınır. Mən məsəl üçün tutaq ki, yazıram burada hansısa bir aniondur. Məhlulunun elektrolizidir. Hələ anion hissəmi boş qoymuşam. Alınıb 0,5 mol 2 əsaslı turşu alınır deyir. Zaten metal katyonu deməli katodda metalımız ayrılacaq, bu sözsüz. Plus eyni zamanda X yerinə və deyir ki 2 əsaslı turşa. 2 əsaslı mən turşu yazıram. Tutaq ki 2 əsaslı olmalıdır bu turşu. 2 əsaslı turşu alınmalıdır. 0,5 mol deyir. 2 əsaslı turşu alınır məhlulda. Turşunun alınması üçün burada nə olmalıdır? 2 əsaslı turşu alınması üçün. Təbii ki, burada 2 əsaslı turşu alınmaq üçün 2 əsaslı turşunun mən duzunu yazmalıyam. Düzdürmü? Civə 2 sulfat. Civə də zaten 2 valentlidir. Bu şəkildə olacaq. Yəni 2 əsaslı yazıram bura turşu hansı turşudur? Sulfat anionu yazdığım üçün sulfat turşusu olacaq. İndi gəlin diqqət eləyək bir. Civə sulfat plus su, katodda alındı civə. Anion hissəmizə baxın, SO4 ilə OH. OH SO4-dən anionların aktivlik sırasında öndə gəldiyi üçün OH iştirak edəcək elektrolizdə və ondan da nə alınacaq? Nə alınacaq? Deməli, burada alınacaq, deməli, anod hissəmizdə oksigen. Anod hissəmizdə oksigen. Silək, yazaq oksigen. Deməli, bu X-imiz oksigen imiş. Vəssalam. İndi gəlin baxaq, əmsallaşdıraq əvvəlcə tənliyimizi. 2, 2, 4, 2, 2, 4, sulfat oldu 2, 2. Vəssalam, bitdi. İndi nə deyir? Deyir, anodda ayrılan qazın həcmi hansı ki 0,5 mol 2 əsaslı turşu alınıb. Tənliyimizə görə 2 mol 2 əsaslı turşu alınıbdır və anodda ayrılan qazın həcmi də 22,4 litrdir. Bizdə nə qədər şərtdə 0,5 mol deyir 2 əsaslı turşu alınsın. O zaman nə qədər alınar? Buradan görək ayrılan qazın həcmi. İxtisar 1, 11,2. 11,2-ni də deməli 11,2 vuracam. 11,2-ni vururam 0,5-ə. Bu da eləyir 5,6 litr. X-imizi tapdıq. X elədi buradan 5,6 litr. 23-ci sualla davam edirik. 23-də deyir ki, natrium nitrat məhlulu verilmişdir. Natrium nitrat yazıram. Kütləsi 200 qramdır, qatılığı 15%-dir. Həll olunma məsəl üçün 200 qram verilib mənə 15%-li. Gəlin görək burada nə qədər duz var? 2, tapıram ki 30 qram duz var. Deməli 200-ün 30 qramı duzdur, natrium nitrat duzudur. Yerdə qalan 170-i də sudan ibarətdir. Düzdürmü? Hansı ki, qeyd edib burada həll olunma əmsalı 375-dir. Duzun suda məhlulun elektroliz zamanı minimum neçə litr oksigen qazı alınanda məhlul doymuş olar? Vəssalam, həll olunma əmsalı 375 olması nə deməkdir? Bu o deməkdir ki, 1000 suda 375 duz var. Duz olur. İndi bizim duzumuz nə qədərdir? 30 qram duzdur. Gəlin görək. Yəni natrium nitratda da bilirik ki, elə duz olduğu kimi qalacaq. Ona görə söhbət bilirik ki, 30 qram elə sonda da qalıbdır. 30 qram duz üçün nə qədər su lazım olar? X-dan buradan tənasüblə tapıram ki,
30.000 bölürəm 375-ə. Bu da eləyir 80 qram su. İndi 80 qram su lazımdır. Bizdə su nə qədər idi? 170 idi axı. Bəs bunun bu qədər, yəni 80-i sonda qalır. Demək, buradan tapıram ki, 90 qram su buradan itməlidir ki, sonda mənə 80 qram su olsun ki, doymuş olsun məhlul. Və 90 qram suyu bəs suyun elektrolizindən gedəcək. Su elektrolizi uğrayır. 2 mol hidrogen plus oksigen 2. Baxıram ki, bizdən nəyi soruşur? Deyir, neçə litr oksigen qazı alınanda. Söhbət oksigendən gedir. 36 qram su elektrolizə uğrayanda, deməli, normal şəraitdə litr istəyir. 22,4 litr oksigen. 90 qram elektrolizə uğrayanda nə qədər olar? Tapıram ki, buradan 90 vurulsun 22,4 bölürəm 36-ya. Bu da eləyir 56 litr olacaq. Cavab eləyir 23-də 56 litr. 24-cü sualda deyir ki, verib duz metal X2 duzu suda məhlulun elektrolizindən alınan məhsullar. Yenə demək diqqət edirik nəyə? Baxırıq ki, bu nə deyir? Deyir ki, yalnız qaz ayrılır katodda. Katodda yalnız qaz ayrılır. Katodda qaz ayrılırsa, biz fikirləşirik ki, demək katodda qaz ayrılırsa mütləq ki, bu hidrogen qazıdır katodda. Bilirik də. Hidrogen qazı da hansı metalların, aktiv metalların demək elektrolizi zamanı katodda hidrogen ayrılır da, düzdürmü? Deməli, metal hissə mütləq ki, aktivdir və ikivalentli olduğuna görə bir də ikivalentli metal yazıram. Mütləq ki, metal aktiv metaldır. Kalsium. Vəssalam. Aha, suda məhlulun elektrolizi zamanı deyir ki, elektrolit məhlulda 0,5 mol əsas alınır. Bəs yaxşı, diqqət eləyək görək əsas hardan alınırdı ki, o zaman indi deməli, katodda dedik hidrogen alınacaq, o məlumdur. Plus, anodda ayrılan söhbət qazdan gedir. Gəlin görək, anoddakı bu hansı qazdır ki, məhlulda əsas alınır? Əgər məhlulda əsas alınıbsa, demək ki, bu halogen ya kükürt, yəni ki, anionlardan xlor OH deləmi? Bu elektrodda OH-dan əvvəldə duran bizə hansısa bir anion lazımdır ki, prosesdə o iştirak eləsin və OH məhlulda qalsın, o da metalla qələvi versin, əsas versin. Aha, aydın oldu yəqin ki dediyimi. Deməli, biz hardan bildik ki, bu halogendir? Çünki halogen olmasaydı, məhlulda əsas alınmazdı. Halogen olduqda, halogenlə anion qalır xlor, yəni OH mənfi anionlarıdır. Və biz də bilirik ki, öndə duran anion elektrolizdə iştirak edəcək. Xlor OH-dan öndə durduğuna görə elektrolizdə xlor iştirak edəcək, prosesdə, yəni elektrolizdə iştirak edəcək. OH məhlulda qalacaq. Məhluldakı OH da bu metalla, hansı ki metal da məhlulda qalıb, metalın əvəzinə hidrogen çıxıb, onlar birləşib məhlulda OH əsas verəcək. Vəssalam, bizdə də deyir ki, məhlulda sonda əsas qalıb. Plus xlor, plus kalsium hidroksid. Vəssalam, bu qədər. Tənliyimizi yazdıq. İndi əmsallaşdırmalıyıq. 2-ni atıram dərhal suyun qarşısına 2, 2, 2, 4, 2, vəssalam. Tənliyimiz əmsallaşdı. İndi nə deyir, ondan hərəkət edirik. Elektrolit məhlulda 0,5 mol əsas alınır. Əsasın aşağısına yazıram 0,5 mol. Nə istəyir? Anodda ayrılan qazın həcmi. Anodda bildiyimiz kimi xlordur da. X bərabərdir. Hansı ki 1 mol tənliyimizə görə əsas alınanda 22,4 litr anodda qaz ayrılmışdır. Buradan da tapırıq ki, tənasüblə tapıram ki, 22,4-ü də vuracam 0,5-ə. Bu da eləyir 11,2 litr anodda xlor qazı ayrılacaq. X eləyir 11,2 litr.